podkastla yanaşı bildiyimiz bir neçə formatı bir-birinə qatmışıq. Çünki idman dünyasının, idmanımızın əsas proqramlarından birinə çevirmək istəyirik. İlk dəfə Bakıda keçirilmişdi deyənə bir növ etalonu biz vermişdik və necə olmalıdır biz qaydaları biz qoymuşduq. 4-də 1 finala yüksəlib idmançımız. İdman növü Azərbaycanda deyərdim ki, kifayət qədər populyarlaşıbdı. Hətta olimpiya idman növlərinin də keçibdi populyarlaşmasında. İdmanı sən tərəfdən necə görünür? Bizim izləyicilərə əsas maraqlı olan budur. Biz ailə yarışması var idi, estafet mənim xoşuma gəldi. Eyni zamanda bəli. Bu bir növ mən baxıram, fikirləşirəm ki, siyasi bir addım idi ki, bilirdilər ki, bu idmanlarda məhz keçmiş Sovet ölkələri çox güclüdülər və bu təbii ki, idmançıya görə dəyişir. Elə insan var tribunanı hiss eləyəndə daha yaxşı ola bilər. Hər vaxtınız xeyir, podkastlarımız davam edir. Ölkə idmanı ilə bağlı bu gün daha biri, bəlkə də ən önəmlisinə start veririk. Adımız Azsportdur. Podkast və podkastla yanaşı bildiyimiz bir neçə formatı bir-birinə qatmışıq. Çünki idman dünyasının, idmanımızın əsas proqramlarından birinə çevirmək istəyirik. Hər həftə sizinlə görüşəcəyik. Bax, bu studiyada ölkə idmanında yaşananlar, onların müzakirəsi, açıqlamalar, gördüyünüz, görmədiyiniz və məqamlar, eyni zamanda analitik təhlillər və bu kimi digər vacib məqamlar. Son bir həftə də ölkə idmanı üçün çox aktiv keçdi. Xüsusilə bədən tərbiyəsi və idman gününə görə artıq aktivliyin, hərəkətliyin, belə deyək, pik səviyyəsi yaşandı. Bu, eyni zamanda idmançılarımızın uğurları və digər bu kimi mövzuları müzakirə eləyəcəyik. Bu mövzuda ən yaxşı bizimlə danışacaq şəxslərdən biri qonağımız da ekspertimizdir. Daimi ekspertimiz olacaq Rafiq Hüseynov. Hər vaxtın xeyir, xoş gördük Rafiq. Hər vaxtınız xeyir, xeyirli olsun bu proyektimiz. Mən fikirləşirəm ki, uğurlu olacaq və davamlı olacaq və eyni zamanda tamaşaçılara da maraqlı olacaq. Hələlik qısaca olaraq xəbərlərimizi təqdim edirəm. Son bir həftə ölkə idmanında nələr də yadda qaldı? Albaniyanın paytaxtı Tiranada çox həyəcanlı günlər yaşanır. 23 yaşadakı güləşçilərin Avropa çempionatı davam edir və idmançılarımız burada bir sıra nəticələrlə yadda qalırlar. Son olaraq sərbəst güləş millimiz tarixi uğurlarını davam etdirdi və ardıcıl bir neçə ildir qazanılan uğurlar bu yarışda da davam etdirildi. Sərbəst güləş millimiz rekord göstəricilərlə 4-cü dəfə Avropa çempionatının qalibi oldu. Birazdan detalları müzakirə edəcəyik. Elə Rafiq Hüseynovun yaxşı danışacağı mövzulardan biridir. Ulduz döyüşçümüz Rafael Fiziyev UFC-də növbəti sınağına çıxdı. Böyük bir kütləsi var bu idman növünün və bu idmançının ölkəmizdə. Justin Gaethje ilə son anda verilən qərar sonrası görüş baş tutdu. Bu qərarın, bu görüşün baş tutması özü Rafael Fiziyev üçün çox böyük bir göstərici idi, uğur idi. O cəsarət göstərdi və son anda ona gələn təklifi bir neçə gündə hazırlanmaqla dəyərləndirdi və döyüşə çıxdı. Detallarını birazdan müzakirə edəcəyik. Görüş məğlubiyyətlə yadda qaldı idmançımız adına. Justin Gaethje ikinci dəfə onu məğlub etdi, amma bu məğlubiyyətin özü də artıq yeni bir çağırışdır. Birazdan bunu daha ətraflı müzakirə edəcəyik. Boksçumuz, xanım boksçumuz Ana xanım İsmailova Serbiyanın Niş şəhərində keçirilən qadınlar arasında dünya çempionatında mərhələ keçdi. Səbəb onun rəqibinin görüşə çıxmaması idi və o artıq növbəti mərhələdədir. Birazdan bu barədə də danışarıq. 4-də 1 finala yüksəlib idmançımız. Digər idmançılarımız da burada çıxış edir. Sadəcə biz verilişi çəkdiyimiz vaxtda həmin yarışlar baş tutur. Növbəti podkastımızda bu yarışların yekunu haqqında sizə məlumatlandıracağam. Fiqurlu konki sürmə üzrə dünya çempionatında iştirak edəcək yığmamızın heyəti müəyyənləşdi. Bu yarış və bu idman növü də bizim üçün vacibdir. Son illərdə yeni nəfəs var. Litvinsev və Nərgiz Süleymanova son vaxtlarda əsas simamızdır bu idman növündə. Bodybuilding kifayət qədər ölkəmizdə inkişafda olan idman növlərindən biridir. Xüsusilə bu idman növündə ölkə çempionatları çox maraqlı keçirilir və olduqca böyük bir kütləsi var bu idman növünün də. Həmin idmançılarımız toplanıb və indi Avropa çempionatında qüvvəsini sınayacaq. Bu yarış olacaq Santa Susana'da. Komanda aprelin 30-dan mayın 5-nə kimi bu yarışda iştirak edəcək. Bunun da anonsunu verək. Onlar son olaraq qitə yarışında birinci olmuşdular. Və əsas məsələlərdən biri birazdan müzakirəsini aparacağıq. Avropa Olimpiya Komitələri 2027-ci il Avropa oyunlarının İstanbulda keçirilməsi ilə bağlı müqaviləni razılaşdırandan sonra yarışın detalları müəyyənləşir. Detallar deyərkən
vacib məsələ yarışın proqramı ilə bağlıdır. Krakovda keçirilən son qitə yarışında, son Avropa oyunlarında bir sıra idman növlərinin olmaması bizi məyus etmişdi, amma bu istiqamətdə olduqca əla bir nəticələr var. Birazdan daha ətraflı. Çox qısaca Qaşım Magomedov yeni açıqlanan reytinq siyahısında öz çəki dərəcəsində dünya ikinciliyini qoruyub və idmançımız hazırda reytinqdə ikinci sıradadır. Mövzularımıza keçib müzakirələr aparacağıq. Bizi izləyin, qarşıda çox maraqlı detallara varacağıq. Rafiq, xəbərləri təqdim etdim, dinlədiyin, səbr gözlədiyin üçün təşəkkür edirəm. İdman həftəsi keçirildi ölkəmizdə və Nazirlik tərəfindən xüsusilə bir sıra tədbirlər də yadda qaldı. Bu tədbirlər ümumi bir dövlət qurumunun, nazirliyin keçirdiyi tədbirə bənzəyir bir tərəfdən baxsaq, amma detallara varanda biz görürük ki, bunun çox əhəmiyyəti var. İdmanın populyarlaşması olsun, insanların aktivləşməsi olsun və mən düşünürəm indi biz növbəti verilişlərdə bir statistika axtarışına da çıxarıq. Bəlkə də bu idman həftəsindən sonra idmana axın da, maraq da artır. Yəni rəqəm olaraq da insanlar daha çox zallara üz tuturlar. Bu tədbirlərə münasibətin necədir? Təbii ki, idman həftəsi çox uğurlu bir addımdır. Nəzərə alsaq ki, bugünə kimi idman günü qeyd edilibdir, amma bundan başqa heç bir belə deyək, bir proyekt və ya bir iş görülməyibdir bu işlər üzrə. Amma hal-hazırda görürük ki, İdman Nazirliyi bu işlər üzrə müxtəlif yarışlar və seminarlar və fərqli tədbirlər keçirir. Bu da bir növ idmanın populyarlaşması, eyni zamanda idmanın cəmiyyətin müxtəlif təbəqələri üzrə adamların arasında belə deyək, marağı səbəb olması üçün aparılan işlərdir. Və əgər biz yarışların siyahısına baxsaq, keçirilən tədbirlərin siyahısına baxsaq, burada təkcə idman yarışları deyil, eyni zamanda həvəskar tədbirlər də vardır ki, hansı ki, məsələ biz ailə yarışması var idi, estafet mənim xoşuma gəldi. Eyni zamanda bəli, eyni zamanda idman mobiloqrafiyası haqqında seminar keçirilmişdi ki, hansı ki, bugünkü gün Azərbaycan belə deyək, mediasında buna böyük ehtiyac duyulur və media işçilər arasında video və foto seminarlar keçirilmişdi. Eyni zamanda İdman Akademiyasının müəllimləri arasında şahmat turniri idi. Buz idman növü üzrə çox maraqlıdır ki, buz idman növü üzrə 8-12 yaş uşaqlar arasında tədbir keçirilmişdi və bir növ master-klass göstərilmişdi. Eyni zamanda baxsaq görərik ki, sağlamlıq baxımından qan vermə aksiyası var idi. Xankəndidə ultra estafet var idi. Və biz bu tədbirlərin siyahısına baxsaq və bunları ayrı-ayrı hər birini belə deyək, fikirləşsək ki, nəyə görə bu tədbirlər keçirilib, fikri nədir? Görərik ki, hər birinin fikri fərqlidir. Təkcə peşəkar idman deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələr arasında idmanın populyarlaşmasına gətirib çıxar və eyni zamanda ondan başqa sosial, belə deyək, tədbir kimi qeyd etmək olar bunu ki, insanlar bir-biri ilə daha da, belə deyək, yaxınlıq edə bilirlər, yaxınlıq əlaqələri ola bilir, dostluq əlaqələri ola bilir. Məsələn, diplomatik, deyək ki, diplomatik əməkdaşlar arasında Febuçino yarışması keçirilmişdi. Bu bir növ baxsaq o qədər də ciddi bir yarış deyil, lakin bu Azərbaycanın öz idman diplomatiyasını göstərir ki, hansı ki müxtəlif diplomatlar arasında yarışlar keçirilir və dostluq əlaqələri qurulur. Ümumiyyətlə yarışların əsas məqsədi fərqi yoxdur, peşəkar və qeyri-peşəkar ölkələr arasında, idmançılar arasında dostluğun yaranmasını gətirib çıxarmasıdır. Və biz də bu tədbirlərdə bunu çox gözəl görürük. Və ondan başqa məsələ biz desək ki, badminton yarışı keçirildi İdman Nazirliyinin işçiləri arasında. Baxa bilərik bu nəyə gətirib təşviq edir? İşçilərin asudə vaxtını səmərəli keçirməsinə gətirib çıxarır və işçilər bir növ işdən ayrı düşürlər və əyləncə ilə keçirirlər asudə vaxtdan. Bu da onların işlərini gələcəkdə daha da yaxşı görməsi üçün, daha da potensiallı iş görməsi üçün bir təkandır. Təbii ki, bu kimi tədbirləri mən alqışlayıram bir peşəkar idmançı olaraq və fikirləşirəm ki, gələcəkdə bu tip tədbirlər təkcə idman gününə həsr olunmayacaq və fərqli günlərə həsr olunacaq və idman həftələri mütəmadi olaraq keçiriləcək. Təşəkkür edirəm. Bu mövzu ilə yanaşı digər vacib məsələlər, qazanılan nəticələrdir. Mənim də elə bir əlavəm yoxdur. Kifayət qədər detallı izah elədin deyərdim bu mövzunu. Rafael Fiziev Justin Gaethje döyüşü həftənin əsas hadisələrindən biridir. İndi biz təbii ki, sənin bir peşəkar baxışını almaq istəyirik. Buradan peşəkar idmançı yanaşmanı sən tərəfdən necə görünür? Bizim izləyicilərə əsas maraqlı olan budur.
Rafael Fiziev məğlub oldu və ölkəmizdə ümumiyyətlə gəl burdan başlayaq. Bu idman növü son vaxtlar tamamilə fərqli bir dünyada və ölkəmizdə də indi Habib Nurməhəmmədovla McGregor döyüşündən sonra bəllidir dünyadakı populyarlığı ölkəmizə də gəlib. Bu idman növünə münasibətin populyarlaşması, orada nələr dəyişməlidir, nələr dəyişməməlidir səncə? Ümumiyyətlə qeyri-olimpiya idman növləri arasında ən populyarı hal-hazırda qarışıq döyüş növləridir. Hansı ki biz dedik UFC, MMA və digər adları məlum olan belə deyək promotionlar. Bu idman növü Azərbaycanda deyərdim ki, kifayət qədər populyarlaşıbdı. Hətta olimpiya idman növlərinin də keçibdi populyarlaşmasında. Çünki olimpiya idman növlərində kifayət qədər idmançılar vardı ki, hansı ki idmanını dəyişərək bura keçiblər. Ələxüsus da güləşdən keçən idmançılar. Çünki bilirsiniz, bu qaydasız döyüş ümumiyyətlə daha çox güləşçilərə rahatdır. Ələxüsus da sərbəst güləşə. Çünki orada parter vəziyyətində və aşağı vəziyyətdə güləş vəziyyətlərində kifayət qədər vəziyyətlər olur ki, hansı ki bunları yalnız güləşçilər bilirlər. Rafael Fizievin ümumiyyətlə bu döyüşdə mən belə deyək, həm onun çəkisi barədə öz dediyi fikirlərlə tamamilə razıyam. Çünki bildiyiniz kimi döyüşdən sonra özü də dedi ki, artıq 3 ardıcıl məğlubiyyətdən sonra bir çəki aşağı kateqoriyasına çıxış etmək istəyir. Əslində bu doğru fikirdir. Çünki bu Justinlə döyüşdə də görünürdü ki, o massa cəhətdən çatdırmırdı. Texniki və taktiki hazırlığı yüksək səviyyədə idi. Amma massa cəhətdən çatdırmırdı və bu da ona müəyyən çətinliklər gətirirdi. Əslində biz idmançılar həmişə deyirik bunu, 1 kiloqram bədən çəkisi 10 kiloqram gücə bərabərdir və əgər nəzərə alsaq ki, Justin də kifayət qədər çəki salır bu döyüşə və onun gücünün nə səviyyədə olduğunu bilirik və döyüş əsnasında da hər ikisi də effektiv zərbələr endirdilər. Lakin buna baxmayaraq Rafael üçün çox çətin idi və orada bir uppercut da biz gördük sonlarda. Çox ağır bir zərbə idi. Mən hətta fikirləşdim ki, ondan sonra Rafael durmaz. Böyük cəsarət tələb edirdi ondan sonra durmağı. Öz dediyi fikri ilə mən razıyam ki, bir çəki aşağı kateqoriyada çıxış etsə, səhv etmirəmsə 145 pound çəkisində o mənə elə gəlir ki, daha uğurlu olacaq və gələcəkdə biz onun qələbələrini görəcəyik. İzləyicilərimiz üçün elan edeyim. Bu başqa mövzuda bu hadisəyə yenə qayıdacağıq Rafael Fiziev mövzusuna. Sonlara doğru yenə bu istiqamətdə müzakirəmiz olacaq. Əsas məsələlərdən biri Avropa çempionatı güləş nəticələr. Çox vacib turnirdir. Artıq illərdir orada da bir hegemoniyamız var və yəqin ki bu mövzuda mən yalnız sual verəcəm sənə. Sərbəst güləş millimizin uğuru. Buradan başlayaq. Sərbəst güləş millinin uğurundan başlasaq, deyə bilərik ki, ardıcıl 4-cü dəfədir bu nailiyyəti təzələyirik. Komanda halında 23 yaşlar arasında Avropa çempionu oluruq. Bu əlbəttə ki, böyük bir nəticədir Azərbaycan üçün. Nəzərə alsaq ki, bu yarışlarda artıq Rusiya və Belorusiya idmançıları da çıxış edirdilər. Bu bir də onu sübut edir ki, Azərbaycan güləşə heç də belə deyək, əvvəldən əldə etdiyi qələbələri boşuna təsadüfi deyil və boşuna deyil. İlk öncə mən müəllimləri təbrik etmək istəyirəm bu peşəkar işlə, bu qalibiyyət, bu qələbə ilə. Çünki bu doğrudan da mənim fikrimcə böyük nəticədir və bir nüansı diqqətinizə çatdırmaq istəyirəm ki, uzun illər yox, son 4 ildə, 3 ildə və deyərəm hətta 5 ildə biz görürük sərbəst güləşdə adət etdiyimiz nəticələri əldə etmirik və bu bir növ çox adam bilməsə də mən demək istəyirəm ki, bir növ nəsil dəyişikliyinə gətirib çıxarmışdı ki, artıq bu nəticələri biz görmürdük. Nəsil dəyişikliyi deyəndə nəyi nəzərdə tuturam? Artıq o nəticə verən idmançılar idmanla vidalaşırdılar. Cəbrayıl Həsənov kimi, Ağaseyin Mustafayev kimi, Xeta Qazimov, Şərif Şərifov, Toğrul Əsgərov və sonda da bizim əfsanəvi güləşçimiz Hacı Əliyev. Bu idmançılar artıq idmanla vidalaşırdılar və nəticələrimiz azalırdı. Rusiya və Belarusdan olan idmançıların da qatılması əlbəttə mesajları verir. Əlbəttə onlar da bir daha sübut edir ki, Azərbaycan təsadüfi qələbə əldə etməyibdi. Və mən ümumiyyətlə sərbəst güləşin gözlənilən nəticəsindən çox qadın güləşini vurğulayacağam. Bir sözü deyim sonra. Bax, bugünkü gün sərbəst güləşin verdiyi bu nəticələr onu göstərir ki, yaxın 4 ildə və yaxın 8 ildə güləş potensialımız vardı və perspektivli idmançılar vardı ki, hansı ki artıq bizi belə deyək, daim sevindirən əfsanəvi güləşçilərin kölgəsində qalmayacaqlar və eyni zamanda onlar da öz sözünü deyəcəklər. Bu böyük bir şeydir və yaxın 4 və 8 ildə bu olimpiya illərində biz görəcəyik ki, bu adları hal-hazırda çempionlar sırasına duran idmançılar artıq özlərini böyüklər arasında sübut edəcəklər. Eyni zamanda qadın güləşi haqqında mən vurğulamaq istəyirəm. Artıq bu bir sevindirici haldır ki, qadın güləşində legionerlərdən çox, daha çox
milli idmançılarımız çıxış edir və nəticə əldə edirlər və hal-hazırda bir neçə saat öncə yeni bir çempionumuz da oldu. Bilirsiniz ki, dünən biz çempion vermişdik qadın güləşində və bu gün də bəli Elnura Məmmədova çempion olubdu qadın güləşində və bəli sevindirici haldır ki, bir Avropa çempionatında 2 Avropa çempionumuz vardı. Fürsətdən istifadə edib Toğrul Əsgərov və Ağasəy Mustafayev biz ki, onlar məşqçilərdirlər yığmaq, onları təbrik edirəm. Böyük bir nəticədir. Və hələ davam edir. Əlbəttə davam edir. Bu gün artıq Yunan-Roma güləşçilərimiz 2 final əldə ediblər. Sabah finalda Elmir Əliyev güləşəcək və eyni zamanda Ziya Babaşov güləşəcək və Xasay Həsənli də bürünc medal uğrunda görüş keçirəcək. Mən fikirləşirəm ki, əgər hələ bizim sabahki güləşçilərimiz də vardı. Mən fikirləşirəm ki, bu gedişat da getsə 3 növdə Azərbaycan komandasını üstələyəcək bir komanda olmayacaq Avropa çempionatında. Təşəkkür edirik. Mövzular çoxdur. İndi zaman-zaman biz buradayıq, izləyicilərimiz də yəqin ki, bu proqramı daim izləyəcəklər. Detallara varacağıq, hələlik ümumi keçməyə məcburuq. Gimnastika və güləş yenidən Avropa oyunlarında çox vacib xəbərdir. Bununla bağlı mən istərdim orada Fərid Qayıbovun nazirimizin açıqlaması var. Beynəlxalq Avropa Gimnastikasının prezidenti kimi açıqlaması var idi. Qürur hissi ilə bildirirəm ki, gimnastika artıq yenidən Avropa oyunlarının bir hissəsi olacaq. Bir növ Avropa gimnastikasına bu sevindirici xəbər verib, detalları açıqlayıb. Detallar onu göstərir ki, orada proqramın qurulması uğrunda bir diplomatik mübarizə var və daha çox növü ora əlavə etmək istəyirlər. Bu növlərin yarışa qayıtması, yarışda olması ümumiyyətlə münasibətin. Əvvəlcə deyim ki, ümumiyyətlə absurd fikirdir ki, gimnastika kimi idmanı və ya güləş kimi idmanı hər hansısa bir oyunların proqramından çıxartmaq, bu ən azından qeyri-peşəkarlıqdır və biz bunu Polşada gördük ki, güləş yarışması və eyni zamanda gimnastika yarışması yox idi Avropa oyunlarında. Bu bir növ mən baxıram, fikirləşirəm ki, siyasi bir addım idi ki, bilirdilər ki, bu idmanlarda məhz keçmiş Sovet ölkələri çox güclüdülər və öz adlarını qaliblər sırasına yazırlar deyənə bir növ bu idmanları ortadan çıxartdılar. Amma cənab nazirin dediyi kimi də bu qürurverici hissdir ki, gimnastikanın da güləşi də saldılar proqrama və hətta yadınıza gələrsə görərsiniz ki, Instagram səhifəsində cənab nazir paylaşım etmişdi Beynəlxalq Güləş Federasiyasının prezidenti ilə birlikdə. Onlar bu konqresdə iştirak etdilər və bunu belə deyək, bu qələbəni qeyd etdilər və əldə etdilər ki, bəli, bacardılar ki, güləş və gimnastika yenidən proqrama daxil edildi. Cənab nazir gözəl bir şey vurğuladı ki, biz hal-hazırda bilirik ki, gimnastika daxil edilibdir, lakin biz çalışacağıq ki, 6 növün hər birinin də gimnastikada bilirsiniz də, idman gimnastikası var, qadın və kişi, batut gimnastikası var, akrobatika var, bədii gimnastika var. Bunların hər birini yenidən proqrama salınsın və 6 növün 6-sı da bu proqramda olsun. Eyni zamanda güləş də təbii ki, əgər güləşin bir növü salınacaqsa 3 növ, yəni qadın, kişi və qadın sərbəst güləş və Yunan-Roma güləşi proqrama daxil ediləcək. Bu böyük bir uğurdur. Mən fikirləşirəm ki, bu idmanların yenidən Avropa oyunlarına qayıtması bizim medallarımızın sayını artıracaq. Ən əsas da əyyarı qızıl olan medalların sayını artıracaq. Xüsusilə də bizdə keçiriləndən sonra bizim yerli idmançılarda sırf Avropa oyunlarına başqa bir maraq var, başqa bir istək var. Əlbəttə, ümumiyyətlə Avropa oyunları deyərdik ki, ilk dəfə Bakıda keçirilmişdi deyənə bir növ etalonu biz vermişdik və necə olmalıdır biz qaydaları biz qoymuşduq, amma İslam oyunları bizə qədər keçirilirdi. Məsələ, İslam oyunları o qədər də populyar olmasaydı, Bakıda keçirilən İslam oyunlarından sonra artıq bəli, ikinci bir nəfəs gəldi və artıq prestij yarışlar siyahısına salındı bu yarış. Bu da bir növ Azərbaycanın uğurudur və dünyaya idman icmasına diktə etdiyi qaydalardır ki, hansı ki bu idman oyunlarına hörmətlə yanaşmaq lazımdır. Yer gəlmişkən gimnastikadan bayaq danışdıq. Akrobatika üzrə Dünya Kubokunun bir mərhələsi Bakıda keçiriləcək. Söhbət iyunun 13-15-də başlayacaq yarışdan gedir. Bunu niyə qeyd eləyəcəm? Mən bildiyimə görə indi qarşıda danışacağıq bu haqqda Nikita Simonovla bağlı. Sən gimnastikada izləyirsən boş vaxtlarında. Ümumiyyətlə mən özüm də indi yarışlarda biz işimizlə bağlı çox oluruq. Milli gimnastika arenası sanki beynəlxalq yarışların bir nömrəli mərkəzidir. Yəni bəlkə də biz burada izləyirik deyə, amma yarışların sayı çoxdur, təşkilatçılıq tamam başqa səviyyədədir. İstərdim bura yarışların çox verilməsinin və ümumiyyətlə təşkilati məsələlərin sənin tərəfindən necə göründüyünü bilək. Ümumiyyətlə onu deyim ki, Milli Gimnastika Arenası arena olaraq Azərbaycanda analoq olmayan bir təşkilatdır. Bu təkcə idman arenası deyil, eyni zamanda bilirsiniz ki, orada konsertlər, konfranslar və idman yarışları keçirilir.
və orada olan təşkilatı mən şəxsən bələdəm. Güləş yarışlarından olsun, istər hal-hazırda idman gimnastikası üzrə yarışlar gedirdi. Mən orada da belə deyək, azərkeşlik edirdim bizim idmançılar. Mən bunların hamısını yaxşı görmüşəm və yadınıza gəlirsə cüdo üzrə dünya çempionatı keçirilirdi. Həm zalın yerləşmə belə deyək tərəfi, həm eyni zamanda orada olan təşkilat tərəfi çox yüksək səviyyədə olduğuna görə beynəlxalq təşkilatlar buna inam yaradır bu hisslər və ona görə də bu yarışları burada keçirməyə üstünlük verirlər. Və biz əgər baxsaq görərik ki, son gimnastika yarışında dünya kuboku idi və bu yarışda təşkilat səviyyəsi və bu yarışda idmançıların olma səviyyəsi mən deyərdim ki, bu il yox, keçən ilki daha çox güclü idi və səhv etmirəmsə 52 ölkədən idmançılar var idi və bu bir növ analoq olmayan bir təşkilat idi ki, o 52 ölkəni fərqli növlərdə, fərqli belə deyək, cinslərdə olan qadın və kişi olan idmançıları təşkil etmək, onların belə deyək, idman yarışlarına hazırlığını, məşqlərini, yeməyini, getməyini, gəlməyini, qalmağını bu kimi tipli təşkilatlar hər birisi təbii ki, gimnastika arenasının adına yazılıbdır və bir növ beynəlxalq təşkilatlar da bunu görürlər və çalışırlar ki, bu tipli yerlərdə yarışları daha çox keçirsinlər, təşkil etsinlər. O ki qaldı bizdə belə deyək, Nikita Simonovun çıxışına, mən onun belə deyə vurğulamaq istəyirəm. Gəl onda o keçək rubrika ilə oradan davam eləyək. İzləyicilərimiz üçün də qeyd edim. Zaman-zaman bir sıra rubrikalar eləyəcəyik burada. Hələlik açıqlamalar rubrikamızdır. Bu nədir? Həftə ərzində gördüyünüz idmançılar və funksionerlərin açıqlamasının müzakirəsi, təhlilidir. Və bu gün bir neçə açıqlama seçmişik. Elə onlardan biri gimnastımız Nikita Simonovun açıqlaması idi. Orada bir başlıq diqqətimi çəkdi və istədim bir peşəkar idmançı kimi bunu səndən soruşum. O yarışdan sonra bildirib ki, mən çıxış edən zaman tamaşaçılara fikir vermirəm. Çıxış etdiyim vaxt özümlə yaşayıram, özümlə yarışıram. Bu təbii ki, idmançıya görə dəyişir. Elə insan var, tribunanı hiss eləyəndə daha yaxşı ola bilər, olsun və sair və ilaxır. Bu açıqlamaya, bu məsələyə münasibətin necədir? Əvvəlcə onu deyim ki, bu hiss çox fərqli bir hissdir. Məsələ deyək ki, mən xoşlayıram ki, yerli arenada çıxış edəndə tamaşaçıları hiss edim. Düzdür, mən də heç vaxt fikrim yayınmır, baxmıram, amma o səsi hiss etməyi, enerjini hiss etməyi xoşlayıram. Bir məqamı mən hiss etdim, Nikita düz deyir. Yarış əsnasında mən oğlumla birlikdə, kiçik oğlum da idman gimnastikası ilə məşğuldur. Biz birlikdə yarışda azərkeşlik edirdik və eyni zamanda mən onun təcrübəsini artırmaq üçün o yarışı aparmışdım. Nikita halqalarda çıxış edəndə bilirsiniz ki, o finalda idi ikinci gündə və halqalarda çıxış edəndə mənim oğlum onu tanıyır, şəxsən tanıyır və eyni zamanda ona azərkeşlik edir. Azərbaycan deyərək qışqırırdı və eyni zamanda Nikita deyərək qışqırdı. Bizim aramızda məsafə artıq olardı 15 metrə. Yəni onun durduğu, çıxış etdiyi yerdən tribunalar 15, maksimum 20 metrə olardı. Və bir növ mən fikirləşdim ki, Nikita üzünü çevirib baxar, çünki səs çox aydın eşidilirdi. Mən gördüm ki, orada fikir vermir. Mən onda anladım ki, Nikita doğrudan da bəli, belə vəziyyətlərdə qapalı olur, amma bu fərdidir. Yəni bu normal bir şeydir. Heç kim ona inciməməlidir. Bəzi idmançılar azərkeşlərlə kontaktda olmağı sevirlər, ünsiyyətdə olmağı sevirlər. Bəzi idmançılar sadəcə özünün fikrini toplayırlar və biz nəzərə alsaq ki, onların çıxışı çox qısa bir müddətlidir, bir neçə saniyəlikdir və orada yüksək konsentrasiya lazımdırsa, təbii ki, Nikitanın fikri ilə mən razıyam. Bu onun peşəkarlığından gəlir və individuallıqdır bir növ bu, belə desək, düzgün olar. Amma çıxışı barədə onu deyə bilərəm ki, çox təmiz çıxış etdi. Düzdür, mənim gimnastikadan bir gimnast kimi başım çıxmasa da yanımda gimnast müəllimləri oturmuşdular. Məsələn, Cəlal müəllim oturmuşdu yanımda. Biz ondan yığma komandanın müəllimi, o mənə başa salırdı və orada göstərirdi ki, çox təmiz çıxış etdi və səhvsiz çıxış etdi və layiq idi buna. Bəzən görürük, layiq olmayan idmançılar qalib gələr, amma Nikita məhz orada layiq idi qalib gəlməyə. Və keçən Olimpiya oyunlarının öncəsi də onun haqqını yeməsəydilər, Olimpiya oyunlarının lisenziya alacaqdı. Təəssüf ki, orada çox az xalla məğlub oldu və Olimpiya oyunlarının lisenziya ala bilmədi. Mən fikirləşirəm ki, bu 4 illikdə biz onu gələcəkdə 28-ci ildə Olimpiya oyunlarında görəcəyik. Başqa mövzu tamamilə Arkadiy Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının prezidenti bildirib ki, şahmatı Olimpiya oyunlarının proqramında görmək istəyirəm. Mən bunu niyə soruşacağam səndən? Olimpiya ruhunu bilən, Olimpiyada iştirak edən bir idmançı kimi şahmatı orada təsəvvür edə bilirsən? Baxın, ümumiyyətlə Olimpiya oyunlarının reqlamenti elədir ki, orada daha çox fiziki bacarıqları göstərən idmanlar yer alıbdır və daha çox humanist idmanlar yer alıbdır. Şahmat
bu idmanlardan biraz fərqlidir, çünki orada daha çox əqli bacarıqlara üstünlük verilir. Lakin mən belə fikirləşirəm ki, əgər bugünkü gün Olimpiya oyunlarına e-sport və ya skateboard kimi idmanları salırlarsa, yəni mən fikirləşirəm ki, şahmat onlardan qat-qat üstündür və şahmatda salınmalıdır. Amma şahmatın Olimpiya oyunlarında olmaması, ümumiyyətlə belə desək düzgün alınarsa, 1924-cü ildə ilk dəfə şahmat Olimpiya oyunlarının proqramına salınıbdı Parisdə. Müşahidəçi qismində bir dəfə onu icazə veriblər, şahmat belə deyə Olimpiya oyunlarında olsun. Lakin ondan sonra heç vaxt olmayıbdı və bu 100 il ərzində heç vaxt şahmat Olimpiya proqramına salınmayıbdı. Lakin bu şahmatın populyarlığını heç də salmayıbdı. Əksinə şahmat daha çox belə deyə elit idmanlardan sayılır və mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, şahmat kimi bir idman Olimpiya proqramında yoxdur. Çünki çox çətin idman növü olmağı ilə birlikdə eyni zamanda çox populyar idman növüdür. Mən fikirləşirəm ki, Olimpiya hərəkatın inkişafına bir təkan verə bilər şahmat ki, hansı ki onu da salsalar. Çünki yenə adlarını vurğuladığım kimi e-sport və ya skateboard kimi mənim fikrimcə o qədər də şahmat qədər də qeyri-ciddi olmayan idmanlar idman siyahısına salınıbsa, nəyə görə şahmat salınmasın? Razıyam. Şəhriyar Abbasov məşqçisi, Nəriman Abbasovun məşqçisi kimi daha çox tanınır. Fiziyevin görüşünü şərh edib və bildirib ki, Fiziyev güləş texnikasını yaxşılaşdırmalıdır. Düzdür, bayaq bu barədə danışdıq, amma bir də istəyirəm bu tərəfdən baxaq məsələyə. Əlbəttə, Şəhriyar müəllim bu mövzuda məndən daha çox bilir və daha üstündür bilikləri, çünki onun öz idmanı olduğuna görə o daha yaxşı bilir. Lakin mən də biraz öncə vurğuladım, mən döyüş əsnasında gördüm ki, Fiziyev daha çox yüksək texniki və yüksək belə deyək güclə işlədilən zərbələrə üstünlük verən idmançıdır və daha çox güləş məqamlarına gəldikdə isə ona üstünlük vermir və Justin kimi bir idmançı ilə birlikdə, yəni sən vur, mən vurum deyərək 50-50-yə çıxış etmək olmaz. Məhz biz vurğulasaq ki, Conor McGregorla Habib Nurmagomedovun döyüşü, orada fikir versək görərik ki, Habib daha çox güləşə üstünlüyü verdiyinə görə qalib gəldi Conora. Conor heç də zəif idmançı deyil və bu baxımdan mən fikirləşirəm ki, Şəhriyar müəllim düz deyir, daha çox güləş üstünlüklərinə də üstünlük vermək lazımdır. Amma bu o demək deyil ki, Rafael zəif idmançıdır və ya nöqsanıdır bu. Sadəcə bu onun döyüş stilidir, amma döyüş stilinə əlavələr etsə daha yaxşı olar. Rafiq, təşəkkür edirəm. Əslində mövzular çoxdur, amma indi biz bu formatımız elədir ki, tam rahat danışa bilirik də. Açıq danışsaq, müasir trendlər belədir ki, geniş verilişlərə baxılmır. Yəni insanların səbri daralır və digər səbəblərdən 30-40 dəqiqəlik verilişlərə baxılmır. Biz ona görə bu gün daha konkret, daha çox baxılan veriliş çəkməyə çalışdıq, amma zaman-zaman bunu daha fərqli günlərdəmi və yaxud da necəsə bir yolunu tapacağıq ki, daha çox danışaq. Çünki sənin də mənim də ürəyim doluydu, amma dediyim kimi hazırki YouTube trendlərinə uyğun olaraq burada bitirməliyik. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Gələcəkdə ümid edirəm ki, uğurlu bir proyektimiz olacaq və tamaşaçılar üçün çox maraqlı olacaq. Minnətdaram və bunu da qeyd eləyək. Peşəkarlıq tərəfdən tamaşaçılarımız üçün də bir növ aydınlaşsın. Bir verilişə çıxıb orada müzakirə aparmaq o qədər də asan deyil. Bunun üçün Rafiq bu gün 3-4 saat vaxtını ayırıb və bir bütün mövzuları araşdırıb hazırlaşıb. Məncə bunu xüsusi qiymətləndirməliyik və bu idmançılarımız üçün nümunə olmalıdır. Digər idmançılarımız da bax bu cür layihələrdə görünməyə səsləyirəm və bunun üçün biz hər cür dəstək olmağa da hazırıq. Yeri gəlmişkən Rafiq Hüseynov bu yaxınlarda Azersmile İdman platformasında və YouTube kanalında özünün müsahibə formatlı verilişi ilə də qarşınızda olacaq və bu da ölkəmizdə demək olar ilkdir. İdmançı özü podkast çəkəcək və onun da idmançılara sualları var. Təşəkkürlər. Mən təşəkkür edirəm. Görüşərik Azersmile YouTube kanalında. Bugün ölkə idmanında baş verənləri müzakirə etdik. AZ Sport podkastında. Hələlik.